severler, mən Çaqqız. Bugün sizlərlə birlikdə təzə bir oyuna baş vurur. Mənim əvvəllər uşaqlıq vaxtında oynadığım oyundu. Ancaq bugün bunu video çəkərək edəcəm sizlərlə bərabər. Bunun adı Dünya müharibəsi oyunudur. Və mən də sizlərin baxasınız, mən isə oynayacağım. Video, like, kanala abunə olun, zil tuşunu açmayı yadınızdan çıxarmayın. Burada Azərbaycan dili yoxdur, mən də Türkçe edəcəm. İndi öncəki oyundan devam et. Ben öncəki oyunu oynamışam. Yeni oyuna başlayaq. Öncəki oyunu Azərbaycan olacaq, öz ölkəmiz. Azərbaycan başla. Rəngimiz nə olsun? Yaşıl olsun. Başla. Başladıq oyunumuza. İndi biz burada ölkəmizin mənim ödü coğrafiya belə marağım var. Siz də hansı fənə marağınız var, onu yoruma yaza bilərsiniz. Bu Qazaxıstan buradan tanıyaq, Türkmənistan tanıyaq, Özbəkistan tanıyaq, İran tanıyaq, İraqı tanıyaq. Dakika bir qoymur oyunu girmişik indi bizə. Okunmaq üçün tıklayın. Sən bu ölkənin diktatörüsün Azərbaycan. 1900-1950-ci arası əməni öyrədirsən. Qardaş ölkəmiz Türkiyə budadır. Pakistan yerini tapın. Pakistan'a. Neyse burada amacımız ölkə tapmaq deyil. Burada amacımız Azərbaycan. Azərbaycanı elə eləməliyik ki, bütün dünyanı fəth eləsin. Birinci bu kənd təsərrüfatlarımızı qaldı. Alüminium ceyfer maddələri. Bunlar qaldı. Ne qalmıyor? 5 qızılı qaldı. Kənd təsərrüfat altı yapılı geliştirək. İndi Max'da sevimli Max'da teknoloji geliştirin, teknoloji geliştirir planeti. Bunu da geliştirir planeti. Aha indi kızılımız daha sık kaldı. Ayda artmayın. 5 cezar. Burada niyəsə Xəzər dənizi var mı bizim ölkənin yanında? Onsuz da bura donanmamızı qoya bilmirik. Qara dənizdə qoyuruq onu. Buradan biz ona kimi ölkələri tapaq, axtaraq. Yəmən, Omman, Ərəb Əmirliyi, Qətər, Kuveyt. Daha sonra Afganistan, Tacikistan, Qırğızistan, Çin, Mongolistan, Hindistan var kimi qızı olsun. Diktatör üçün tavsiyə. Hər fəskərlər ülkələrini bulmaq üçün yönə keşf edin. Saldırın və ilk olanları feth etmək. Hadi deyilik ki, mən bir dəfə bu oyunu oynamışdım, düz Azərbaycan olaraq bütün dünya fəth eləmişdim da. İndi bizim amacımız əsl böyük ölkə olaraq hansı ölkəni fəth edəyik məsəl üçün. Birinci bizə ən çox düşman olan ölkə Rusiya fəth edəyik, yoxsa Rusiya ərazisinin böyükdə dadı qalmış. Onu axırda fəth edəyik. Axırda yox elə. Bilmiyorum, şimdi baxarıq Rusiya. İndi ölkəmizin gücünü artıraq. Yorumlara yazarsınız hansı ölkəni fəth edilir. Hansı ölkəni fəth edilir, yorumlara yazarsınız. Tayyarə etdiyə nə yorumu? İndi biz elə eləməliyik ki, bunlar yığılsın. Bu da biraz yığmağa kimi ölkə biraz axtaraq tapaq.
Hop hop hop. Abi 1900-ci ildən 1950-ci il arasında. Aslında burası Sovyet değil o vaxtı. Arasından bilirlər. Bilirdiniz. Bulgaristan. Evet, Yunanistan. Arnavutluk idi nədir? Arnavutluk. Şimal Makedoniya. İndi biz donanmamızın da gücünü artıraq. Biz hansı ölkəni fəth edək birinci? Kibrisi fəth edək də. Kibris düzlük ölkədən ibarətdir, ancaq burada bir ölkə göstərir. Bir ölkə göstərir çünki orada Şimal Respublik, Türk Respublikası haqqında ölkə var, onun müstəqilliyini Türkiyə tanımır, ona görə. Hər nəsə, indi biz bunu ala bilərik də onu. Birləşik Krallığın himayəsindədir. Problem yoxdur, alarıq. İlk ölkəmizi alıq, bizə 3 sömürgə. Bir ölkəmiz, indi bu oyundur da. Petrol, neft ürünləri və əskər gücünü artıraq. Artırıq. Yarımçıq artırdıq. Səs biraz azallar. İndi bu sudan saat biz en son Afrika'daki ölkələri fəth edə bilərik. Orada çünki balaca ölkə çoxdur. Ay biz bu boyda ölkəni indi bir də axtarıb şey eləmək var, kəşf etmək var. Bir də ağzınızda hansı oyunlar var, onu yoruma yaza bilərsiniz dəyərli izləyicilər. Hamımız sizin öz fikriniz. Demokratik Kongo'nu da belə. Kongo, Gabon, Ekvator, Güney, nə qədər ölkə var Afrikada? Niger, Aljazair, Mauritania, Mauritania. O tarihidir. İndi Mərakeşdə buradan kəşf edək. Birinci Afrikadan başlayaq. Bu sonra Cənubi Amerikaya izah. Bu videoluq işimiz Afrika ilandır. Afrikadan bir dənə güclü ölkə alarıq. Hər bir. Ya da Avrasiyadan başlayaq. Avrasiyadan. Al. Çətin yazılı, tez başlamışıq axı. Bir dənə ölkə alaq. Bakınız, burada Butan var. Ordu Kara ordusu 10'dur bizim. Qanımızda 14. Bir dənə qaldırıq. Gəlsin, Butanı alaq, Butan. Düz buranın ərazisindən alaq. Özdə. Aha, gəldik. Qələbə bizimdir. Burada nə var? Çiftlik nədir o? Bostan. Türk dilində yaz baxın. Türkiyə dilində. Ticaret indirimi için iyi zaman var. Yeni Zelanda bu paranın indirimi için mücadele bu marka indirimi satma. 16 var. Getdik Yeni Zelandaya da var. Daha Yeni Zelanda. Ne ticaret şey vardı. Tez gəl önə 5 saniyə.
Yeni Zelandiyaya ticarət. İndi Nepala alaq da indi. Ama gözü birinci Gürcəncə ordumuzu sonra. Azərbaycan. Deməli dəyərli izləyicilər, mən sizə bir dənə bax yerindədir də bu ölkə oyunu oynuyoruz. Düzdür, bura daha çox tarixsel müharibələrdir, amma mən sizə bir dənə coğrafiyadan sual verim. Bəlkə gələn videoda tarixdən bilərəm, yəni maraqlı olacaq. İndi sizə bir dənə ölkə verəcəm, onu tapmaya çalışasınız. İndilik biraz asan ola bilər. Qoy hansı ölkə olsun. Kəşf eləmədiyimizdən. İsviçrə hansı qitədədir? Bunu yoruma yazana kalp atacağım. Bunu yoruma yazana kalp atacağım. Düz olanlara da kalp atacağım, səhv olanlara da kalp atacağım. 30. sonra yoruma yazacağım ki, düzdür, səhvdir, düzdür, səhvdir. Bizim ordumuzun gücü 22,95'dir. Onda Nepala hücum. O Nepalda da Everest dağı var. Nepalı aldıktan sonra gedəcəm o Everest dağına çıxacağım. Bir zəhmət. Təyyarələr də vacibdir. Buradan çox gözəl qızıcı. Kazak fabrikası. Dəyərli izləyicilər, indi mən sual verim. O kim yorum atacaq? Səhv də olsa, düz də olsa kalp atacağım. Əsas o ki yorum atın. Yeni Zelanda. Satmaq, analistik. Sataq da. Balıq sataq. Satamlıq için. Birinci deyənə bir dənə gözəl yorum yaz. Yəni gözəl yorum yazsam, yəni siz indiyəsiz nə yorum yazasınız ki? Görərsiniz. Burada ekosistem heyvanları qaldıraq bir də. Sataq bunlar. İndi sataq. Aha, qızıllar qalxır. Buradan da bir dənə təyyarə. 72 nədir? Əvvəl çoxdur, indi yaxşıdır, şərab yox olan, şərab. Buradan bizini almışdı, biz heyvan satırıq da. 600 netin əcəbimiz olacaq, ordumuzu Gürcəndə hindirik. İndi bizim taktikamız nədir? Bizim taktikamız odur ki, indilik balaca ölkələr alıq, neçə dənə yüklər olmalısa, 7 dənə ölkə alsaq, bütün şeydir, ölkələri bir dənə ölkə fəth edəcəyik. Gücdür. Amma mümkün olsa da. Ya da bu videoluq eləməyək. Gəlin bu videoya bax. Bu videoya biraz fikirləşin. 10 like'dan çox like gəlsə, 10 like. Gələn videoda bir dənə güclü ölkə fəth edəcəm. 10 like'dan çox like gəlsin. Donanmamızın da gücünü artıq, bir də qüvvətli bir ölkə fəth edəcəm. Myanmar 30-40 qaldı. Yəni Myanmar ələm tez deyir. Malezya bax görək. Singapur deyil, nə Malezya. Malezya deyil. Singapur Allah hə. Bilməyim. Yox. Lagos. 4 2. Gəl Lagos alaq. Lagos alıq dəyərli izləyicilər. Lagos. Laos. Lagos nədir? Laos.
Day millimiz qələbəsi. Və qələbəmizi də aldıq. Bakır madenləri. Buradan ordumuzu gücləndirək. Deməli, dəyərli izləyicilər, artıq bu qədər. Videomuzun sonuna gəldik. Neçədən ölkə fəth eləmişik? Bax, Ermənistan fəth eləyir. Elə şey olar, nə videosu? Ermənistan fəth eləməliyik mütləq. Heç bunun qara yeri, dəniz gücü yoxdur ki onda. Biz buna tutmaq da. Gücünü 20. Daha Rusiya animasiyaları buna elsə Rusiyaya döyüş açır. Davay. Getdik. Ermənistan da aldıq bu şəkildə. Nə var buna? Bakır madənləri. Türkçə yazılır. Türkçə tutacağız. İndi hər neysə, dəyərli izləyicilər, videonu burada axına gəldik, çatdıq. Video like atmağı, kanala abunə olmağı, zil tuşunu açmayı. Gələn dəfə bəlkə İranı fəth elədik. İran dövlətini. İndi sənəli çox direkt ən güclü dövləti ala bilərəm, amma ihtiyac yoxdur elərik. Ona demək dəyərli izləyicilər, siz videoya çox like atsanız, videolar daha tez gələ bilər. Zil tuşunu atsanız, videolardan xəbərdar olasınız. Abunə olsanız, Çağ Games kanalımıza Çağ Games ailəmizə daxil olasınız. Yəni bunları eləsəniz, düz like atırsınız, abunə olun. Kanalımızın like izlənmə sayısına baxdığımda abunə sayısı çox azdır. Bunu mən yazmışdım onsuz. İndi ona görə də nə edirsiniz? Çoxlu abunə olursunuz. Videoya baxırsınız amma abunə olmursunuz. Bax, oradan tuturam. Düz məcbur deyiləm, məcbur olmağıma. Amma video kanal içəriklər amma xoşunuza gəlsə abunə olun qardaş. Əgər içəriklərimiz xoşunuza gəlsə abunə olun. Çünki abunə nə üçündür? Onun üçün. Yaxşı dəyərli izləyicilər, videomuz bu qədər. Videoya like atmağı, kanala abunə olmağı, zil tuşunu açmağı yadınızdan çıxarmayın. Əgər siz bunları eləsəniz, bizim Çağ Games kanalımızı xoşbəxt edəsiniz. 45 abunə olanda bizim üzümüz açılır, xoşbəxtləşirik. Ona görə də nə edirsiniz? Abunə olursunuz, like atırsınız, zil tuşunu açırsınız, yorum yazırsınız, nə bilim. Onu edirsiniz, bunu paylaşırsınız. Yaxşı dəyərli izləyicilər, Allah sizin köməyiniz olsun. Bu da bir yer kürəsi. Sağ olun, salamat qalın.